Herkese salam. Kanalıma hoş geldiniz. Bu videoda Trendyol'dan bağlamalarımı açırıq. Gəlin birlikte açaq. Bu məhsul mənim səbətimə atdığım və bir türlü ala bilmədiyim məhsuldur. Trendyolda bildiyiniz kimi qiymətlər gah qalxır, gah enir. Mən də bu məhsulun qiyməti baha olduğu üçün düşməsini gözləyirdim. Və an məsələsi idi ki, bunun qiyməti qəfildən düşdü və mən bunu gördüm. Tez səbətə atıb almaq istədim. Ala bilməmişdim o vaxtı, çünki yenə təzədən qiymət qalxdı və mənim kartımda yetərincə pul yox idi. Daha sonra yenə səbətdə qaldı, gedib gəlib baxırdım. Qəfil an məsələsi yenə qiyməti düşdü və mən bunu nəhayət ki ala bildim. Almağıma da dəydi, çünki endirimdə aldım. Bakıda bunun qiyməti çox bahadır, tükləri çox yumuşaq, çox keyfiyyətli Real Technics'in fırçalarıdır. Videonu sonacan izləyin. Orada bu məhsulların şəklini və qiymətlərini qarşısında yazacağım. Bu isə kətan materialında olan dəstir, tunika və şalvardır. Çox gözəl, yumuşaq materialdadır. Yay üçün əvəz edilməzdir. Bunun ikincisini də vurdum başqa rəngində olanını. Bu mənim əynimə tam oldu, amma bir razmer böyük götürüb salaşda geyinmək olardı. Əslində salaşda, amma daha da enli istəyənlər bir razmer böyük də götürə bilər. Bu arada kanalımıza dəstək olub abunə olsanız kanalımız daha da böyüyər və gözəl videoların gəlməsinə kömək olarsınız. Bu da Nascitadan olan məhsuldur. Bu fırçalar çox adam tərifləyirdi. Mən də alıb yoxlamaq istədim. Qiymətinə görə keyfiyyətlidir, yaxşıdır. Fiyat performans deyir türklər, ondandır. Bu məhsul isə mətbəxim üçün aldığım uzun araşdırmalardan sonra sifariş etdiyim məhsuldur. Kiçik mətbəx olanlar üçün çox əlverişli bir məhsuldur. Organizerdir. Organizer deyirlər, yəni rəflər üçündür. Rəf içi organizerdir. Belə şəkildən də göründüyü kimi çox keyfiyyətlidir. Bunu da uyğun qiymətə aldım. Bura qədər izlədiyinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın dostlar.